Bugün Dünya Hipertoniya günüdür. Bugünün anlamı hipertoniya fərqindəlik yaratmaqdır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən 30-79 yaş arası hər 3 nəfərdən biri yüksək təzyiqdən əziyyət çəkir. Bu da hipertoniya ilə mübarizənin nə qədər vacib olduğunu göstərir. Yüksək təzyiq bəzən səssiz təhlükədir. Çünki insan uzun müddət heç bir əlamət və simptom olmadan bu problemlə yaşayır. Təzyiqin yüksək olması ürək, böyrək, beyin kimi əsas orqanların zədələnməsinə, insult və infarkt riskinin artmasına səbəb olur. Hipertoniya ilə mübarizədə diqqət etməli olduqlarımız duzlu qidadan az istifadə etmək, fiziki aktivliyi artırmaq, zərərli vərdişlərdən uzaq durmaq və sağlam qidalanmaqdır. Ən əsası təzyiqi mütəmadi ölçmək və vaxtında həkimə müraciət etmək lazımdır.